Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Elhamdülillah biz Vasitə Əqidəsinin Risaləsini oxumaqda davam edirik. Deməli, keçən məclisimizdə Allah Subhanahu taalanın təəccüblənmək və gülmək sifətinə toxunduq. Təəccüblənmək və gülmək sifətinə. Burada müəllif rahimehullah birinci kitabın əvvəlində ayələri gətirmişdi. Quran-ı Kərimdən. Ki Allahın sifətlərinə, zatı, feili sifətlərinə dəlalət edən ayələr. İndi isə hədislər gətirir. Hədislər bölümünə keçib. Və keçən məclisdə də danışdıq o barədə ki, Allah Subhanahu gülmək sifəti var. Bu, onun feili sifətidir və həmçinin deməli, təəccüb sifəti var. Təbii ki, məxluqa bənzətməmək şərti ilə. Yəni, məxluqla Allahı bənzətmək mümkün deyil. Çünki Allahın misli yoxdur. Misli yoxdur. O var və hər bir varlıq da müəyyən bir sifətə malikdir. Müəyyən bir sifətə malikdir. Və bu sifətlər ki, hansı ki, Əhl-i-Sünnə vəl-Cəmaə deyir, bu sifətləri Əhl-i-Sünnə vəl-Cəmaə özündən çıxartmayıb. Bu, Quran və sünnədə gələn sifətlərdir, isim və sifətlərdir. Yəni, bu küfür deyil. Yəni, olanməz ki, Quran-ı Kərim küfrü iqrar eləsin və Peyğəmbər sallallahu aleyhi ve sellem təsdiqləsin və sahabələr təsdiqləsin. Və sahabələr maraqlı nəsə və ya qəribə nəsə kəlmə olanda, məna olanda dərhal soruşardılar. Allahın sifətləri barədə gələndə necə var, hələ qəbul edirdilər. Bilirlər bu sifət nədir mənası, lakin keyfiyyətinə varmırdılar. Çünki Allah Subhanahu Quranda özü də buyurur ki, onun mislində heç nə yoxdur. Onun bənzəri yoxdur. Və salam. Ayə belədir. Leysə kəmitlihi şey. Onun mislində heç nə yoxdur. Və o səmiul basir. Sonra deyir, o eşidib görür. İndi biz də eşidib görürük. Biz də eşidib görürük. Lakin bizim eşitməyimiz, görməyimiz Allahın eşitməyi, görməyi kimi deyil. Bizdə nə var? Məhduddur. Hədd var. Allahda hədsizdir, hədd yoxdur. Biz sadəcə ispat edirik sifəti, ispat edirik həqiqəti. Və burada sonra müəllif rahimehullah Allah Subhanahu başqa Quran sünnədə gələn sifətlərdən toxunur. O sifətlərdən də Allah Subhanahu ayağı və qədəmi. Allah Subhanahu gəlib Quran və sünnədə gəlib baldırı, ayağı və qədəmi. Bu üç sifət gəlib, özünə layiq olan. Yəni, məxluqa bənzətmək şərti ilə. Burada müəllif gətirir nəyi? Və qovlu sallallahu aleyhi ve sellem لا تزال جهنم يلقى فيها وهي تقول هل من مزيد حتى يدع رب العزة فيها رجله وفي رواية عليها قدمه فينزوي بعضها إلى بعض فتقول قط متفق عليه. Allah Subhanahu ayağı və qədəmi olan hədisi Buxari, Muslim rivayət edib, arkadaşlar. Buxari, Muslim rivayət edib. Və burada deməli la təzəlu cəhənnəm. Cəhənnəm deməli deyirlər ki, cəhənnəm nöş adlanıb. Cəhənnəm nöş adlanıb. Ya həddindən artıq dərin yer olduğuna görə, ya da həddindən artıq zülmətli yer olduğuna görə. Və la təzəlu cəhənnəm yulqa fiyhə və yətəqul. Cəhənnəmə kafirlər atılacaq, asilər atılacaq. Hələm cəhənnəm deyəcək ki, ya Rabbi, hələ bu, yəni azdır. Azdır. Yəni, bu onu göstərir ki, cəhənnəm danışdı Rəbbinə. Rəbbinə danışır. Həl min məzid, elə bu, yəni elə bu qədər və hətta yədə Rabbul İzzəti fiyhə riclə, hətta Allah Teala ayağın cəhənnəmə qoyacaq. Necə bilmirik. Başqa bir rivayətdə
qədəmin qoyacaq və cəhənnəm yığılacaq bir-birinə belə sıxılacaq. Sıxılacaq və deyəcək ki, qat-ton qat, yəni bu qədər kifayətdir. Hədis səhihdir. Buxari Müslim rivayət edir. Və burada isbat nədir? Burada Allah Subhanahu taala ayağı olmağı, qədəmi olmağın isbatıdır. Özünə layiq olan. Bu Allah Subhanahu taalanın zatı sifətlərindəndir. Zatı, necə ki, üz və əl. Üz və əl. Feili sifətlərindən deyil. Zatı sifətlərindəndir. Və hədisdə isbat olunur ki, Allah taalanın ayağı var və qədəmi var. Və sonra yaxşı, müxaliflər nə deyirlər? Hədis səhihdir axı. Yəni, biz özümüzdən çıxartmamışıq bunu. Hədis səhihdir. Yaxşı, müxaliflər nə deyirlər? Müxaliflər deyirlər, nə deyək buna bəs? Müxaliflər bəziləri deyir ki, təvil edirlər bu hədisi. Yəni, deyirlər ki, Allah Taala'nın qədəmi, yəni ayrıca bir dənə məxluqdur. Ayrıca bir dənə məxluqdur. Və ya Allah Taala ayağı müəyyən dəstə insanlar belə təvil edirlər, başqa məna veriblər. Qorxublar birbaşa deməyi. Ne üçün? Birbaşa desələr, görüblər ki, bunlarda da var. Dərhal Allahı oxşadıblar özlərinə, Allahı müqayisə ediblər özünlə, məxluqla. Birinci günaha giriblər, sonra keçiblər ikinci günaha. Həqiqəti inkar ediblər. Allah Taala deyir, ayağı, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın ayağı, bunlar deyirlər, yox. Bu, Allah Taala deyir belə, bunlar deyirlər, yox. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir belə, bunlar deyirlər, yox. Hətta deyirlər, küfürdür. Və isbat edənləri mücəssim adlandırırlar. İsbat edənləri deyirlər, Allaha cisim verənlər. Allaha cisim verənlər, biz Allaha cisim vermirik. Biz sadəcə gəlib onu isbat edirik. Siz cisim verirsiniz. Siz çünki eşidən kimi cisim verirsiniz, oxşadırsınız özünüzə. Sonra bu ən birinci müşkül məsələ. İkinci müşkül məsələ nədir? Siz keçirsiniz ikinciyə, inkar edirsiniz həqiqəti və ya başqa məna verirsiniz. Və ya deyirsiniz, bilmirik. Bilmirik keyfiyyətin. Mənasını bilirik. Amma keyfiyyəti yox. Çünki Allahın bənzəri yoxdur axı. Sən hətta istəsən oxşatmağa, oxşada bilməzsən. Bənzəri yoxdur. Sonra müəllif rahimehullah başqa bir məsələyə toxunur, başqa bir Allah Taala'nın sifətinə toxunur. O da Allah Taala'nın səsi və danışmağı. Və burada müəllif rahimehullah deyənə Buxari Müslimdə gələn hədisləri fikir verəsiniz, Buxari Müslimin əsas istinad edir. Çünki məsələ, əsas məsələdir biraz. Ona görə əsas məsələlərdən gətirir Şeyx Rahimullah. Və deyir ki, qavluhu sallallahu aleyhi ve sellem yəqulullahu ta'ala. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Allah Taala deyir. Deməli nədir? Qüdsi hədisdir. Qüdsi hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Taala deyir. Qüdsi hədisdir. Ya Ədəm fəyəqulu ləbbeykə və sa'deyk. Ləbbeykə, yəni Allah Taala deyir ki, ey Adəm. Adəm də deyir ki, fikir versən, Adəm eşidir deməli Allahın sözün. Adəm cavab verir. Allahın kəlamıdır, Allah danışır. Zatı həmçinin feili sifətidir. Adəm nə deyir? Ləbbeykə. Ləbbeykə, yəni sənin itaətində hazıram, sənin qarşısında hazıram. Sənin əmrlərinə tabi olmağa hazıram. Ləbbeykə və sa'deyk. Yəni hazıram davamlı etməyə də, sa'deykə, yəni hazıram davamlı etməyə əməlləri. Fəyunədə bisavt. Bu vaxtı nida gəlir. Səslə. İnnallaha ya'muruka an nuxricə
ən tuxricə min zurriyyətikə bə'sən ilən nar. Allah subhanahu teala əmr etdi ki, sənin zürriyyətindən cəhənnəm əhlini artıq ayıraq. Cəhənnəmə kim gedəcək? Düzdür, Allah Teala məcbur eləməyib onları. Onlar sadəcə özləri seçim verib onlara. Artıq ancaq Allah Teala zürriyyətindən çıxardanda onları təyin edib. Və bu hədis Buxari Müslim rivayət edib. Yəni burada şahid nədir? Allah Teala deyir və Adəm eşidir. Və başqa rivayətdə gəlib ki, və qavluhu mə minkum min əhədin illə seyukallimuhu rabbuhu və leysə beynəhu və beynəhu tərcümə. Resul sallallahu aleyhi ve sellem buyurur ki, yenə Buxari Müslimdə də hədis, səhihdir. Elə bir biz qiyamət günü olmayacaq ki, Allah Teala ona təkbətək danışmasın. Arada tərcüməçi olmayacaq. Təsəvvür, Allah danışacaq, arada tərcüməçi də olmayacaq. Hər kəslə. Deməli, danışacaqsa, səsi eşidiləcək. Elə deyil. Bu hədislər nədir? Müəllif gətirib burada şahid kimi sadəcə 2 rivayəti gətirib. Allah Teala'nın danışmağı və danışmağı səsdən və hərfdən ibarətdir. Və danışığı eşidilir. Eşidilir. Və Allah Teala'nın feili sifətlərindəndir. Feili sifətlərindəndir. Sonra yəni hədisdə də gəlir ki, Allah Teala'nın danışmaq sifətini isbat eləmək öz qullarla danışmaq sifətini isbat eləməkdir və eşidilir və bunlar hamısı feili sifətlərdəndir. Və Allah Teala qiyamət günü həmçinin hər bir nəfərlə danışacaq. Ayrıca arada tərcüməçi olmayacaq. Sonra müəllif rahimehullah keçir, yəni başqa məsələyə, o da Allah subhanahu ta'ala öz xəlqindən ucada olması və onun ərşə istiva eləməsi. Baxmayaraq, bu keçmişdi bizə ayələrlə, lakin müəllif burada hədisləri indi getirir o barədə. Allah şeyxə rəhmət eləsin. Və təbii ki, bu sifətlər hamısı Allah Teala deyib, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, təkrarlayıb və lakin Allahın misli yoxdur. Oxşatmamaq şərti ilə sadəcə biz isbat eləyirik, deyirik, mənası məlumdur, lakin keyfiyyəti məchuldur. Keyfiyyəti məchuldur. Bu qədər. Allah subhanahu teala bizə eşidib faydalarını etsin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.